Bu dəfə hazır lavaşdan toyuq ətli börək hazırladım. Fileni nazik uzun-uzun doğradım. Duru yağda qızardırıq və üzərinə uzun doğranmış biber və pomidor əlavə edirik. Ədviyyatlardan duz, karri və sumaq. İstiot əlavə elədik. Biraz bişiririk. Soğuyandan sonra qarğı dağısını əlavə eləyirik. Qarışdırıb bir kənarda qoyuruq. İçliyinə soğuz əlavə eləyirik. Soğuz üçün hazırlayırıq yumurta bir ədəd, 2 xörək qaşığı qatıq, biraz da duru yağ. Mən qara lavaşdan istifadə elədim. Lavaşın içinə gördüyünüz soğuzu çəkirik və içlikdən qoyub, büküb bir kənara qoyuruq. 2 cür bükə bilərik, içliyi əlavə eləyə bilərik daha doğrusu. Deməli, bu ikinci üsuldur. Sizə hansı rahatsa ondan da eləyə bilərsiniz və belə də içliyini yığa bilərsiniz. Hamısından gördüyünüz şəkildə bükürük və spiral şəklində bişmə qabına yığırıq. Əgər yığanda qıraqlar açılarsa, çöpdən də istifadə edə bilərsiniz. Hamısını yığdıqdan sonra üzəri üçün soğuz hazırlayırıq. Soğuza yumurtanın sarısı gedir 1 ədəd və gözəyarı qazlı su əlavə edirəm. Sonra börəyin hər tərəfinə qəşəng çəkirik. Üzərinə küncüt əlavə edirik və qoyuruq 200 dərəcədə altı üstü bişənə qədər, qızarana qədər bişməyə. Və gördüyünüz kimi göndərdik sobaya. Bu da bizim hazır börəklərimiz. Nuş olsun.